Lenormandlar sənə tez bir vaxtda, bir ay içində həyatına gələn yeniliklərdən söz etmək istəyirlər. 3 yenilik gələcək həyatına və yaxud da ki 3 xəbər alacaqsan. Gəl baxaq buna. Nə ilə əlaqədardır və nə gözləyir səni? Tələsirlər artıq kartlar. Gəl baxaq. Həyatına gələn 3 yenilik. Birinci yenilik, ikinci yenilik, üçüncü yenilik və bir dənə də xəbərdarlıq etmək istəyirlər. Gəl buna baxaq. Birinci yeniliyin. Gəl baxaq. Doполнительный tarolarla da əlavə eləyək bunlara. Xəbərdarlığa da əlavə eləyək. Gəl baxaq. Birinci yenilik nə ilə əlaqədardır? Həyatına gələn birinci yenilik. Sağlamlığınla əlaqədardır, səhhətinlə əlaqədar narahat olduğun bir dövr varsa, bu dövr bağlanacaq və xoş bir xəbər alacaqsan. Narahat olduğun bir mövzu var sağlamlığınla əlaqədar, rahatlığa qovuşacaqsan. Yenilik budur. Səhhətinlə əlaqədar, sağlamlığınla əlaqədar. Yəni bir dövr qapanır, sağlamlıqla əlaqədar, səhhətinlə əlaqədar narahat olduğun bir məsələnin tam olaraq bitməsini qeyd edir bu. Artıq özünü götürəcəksən, nə ilə əlaqədardır və yaxud da ki, sağlamlığına təsir eləyən bir məsələ, bir dövr artıq bağlanacaq, qapanacaq və bu sənin üçün xoş xəbər olacaq. İkinci xoş xəbər nə ilə əlaqədardır? İkinci xoş burada səyahətlə əlaqədar fikirlərin varsa, səyahətlə əlaqədar yol düşünürsənsə, yola çıxacaqsan və yaxud da ki, bəziləriniz uzaqdan bir xəbər gözləyirsünüzsə, uzaqdan, belə deyim də, xarici ölkədən və ya hardansa, bu xəbər sizə gələcək və bu xəbərlə əlaqədar biraz narahatçılığınız var idi. Bununla əlaqədar, amma sevinəcəksiniz, yəni. Sanki elə bil ki, bu da bir məsələ ilə əlaqədar, belə deyim, bəlkə də bu məsələnin artıq bağlandığını düşünürsünüzsə və yaxud da ki, bu məsələ tutaq ki, xəbər gözləyirdinizsə, bitdiyini düşünürsünüzsə, sevinəcəksiniz ki, bitməyib və ya bitəcəyini istəyirsinizsə, sevinəcəksiniz ki, bitibdir. Yəni, bu bununla əlaqədardır. Üçüncü xəbər nə ilə əlaqədar? Bəzilərinizdə də ani bir yolculuq çıxır, sevincli bir yolculuq çıxır. Üçüncü xəbər nə ilə əlaqədardır bir ay için? Bu askıda qalmış bir məsələdir, münaqişədir, askıda qalmış bir sıxıntılardır. Bu askıda qalmış sıxıntı elə bil ki, səndən enerji alır. Bir dövrü bağlamaq istəyirsən, bir məsələni bitirmək istəyirsən, bununla əlaqədar xəbər alacaqsan. Yəni, askıda qalmış bir durum var, bir xəbər gözləyirsən ki, bu durum görəcəksən necə həll olacaq. Bununla əlaqədar sənə bir xəbər gələcək və bu xəbər səni sevindirəcək. Anidən bir dəstək alacaqsan, dəstək gözləyirsənsə, anidən bir, belə deyim də, və yaxud da ki, tutaq ki, askıda qalmış bir münasibətin varsa, bir insanla əlaqədar münasibətin varsa, o sıxıntılı bir dövrün bitdiyini görəcəksən. Yəni, hansı ki, tutaq ki, ayrılmaq istədiyin bir insan varsa, ayrılmaq istədiyin biri varsa, bu insanla tamamilə yollarını bağlanır və yeni bir yol başlanğıcı gəlir, yeni bir tanışlıq gəlir. Budur üçüncü xəbər, yeni bir tanışlıq və ya askıda qalmış. Tutaq ki, bitirə bilmədiyin bir ilişkini bitirirsən və yeni bir ilişkiyə başlayırsan. Bunlar gəlir. Xəbərdarlıq nədir sənə? Xəbərdarlıq nədir? Xəbərdarlıq odur ki, bir sir açılacaq sənin üçün, bilmədiyin bir məsələ açılacaq sənin üçün, bir insanla əlaqədar onun bir sirri açılacaq və bu sanki elə bil ki, bu da səni emosional cəhətdən sıxan bir məsələdir və bu insandan, belə deyim də, uzun zamandır şübhələndiyin bir məsələ varsa, bir insanla əlaqədar, onunla əlaqədar o sirr açılacaq və yaxud da ki, bir insan, gözlədiyin bir xəbər varsa bir insandan, burada daha çox hamısı gözləntidə olan insanlarla əlaqədar olduğunu görürəm. Məsələn, kimdənsə münasibətdən xəbər gözləyirsən, işdən xəbər gözləyirsən, uzaqdan hansısa bir sirr açılacaq və bu sirrin açılmağı sənə necə təsir eləyəcək? Bu sirrin açılmağı səni gözlənilmədən ani bir zərbə ola bilər, amma elə bir zərbədir ki, bu zərbədən sonra daha da güclənəcəksən. Sanki elə bil ki, gözləyirdin, nə isə gözləyirdin. Məsələn, sən bilirdin ki, tutaq ki, bu insanla əlaqədar nə isə var, nə isə bilmədiyin bir məsələ var, oturub gizli olan bir şeyin aşkar olmağını gözləyirdin ki, bu dövrü tamamlayasan və yaxud da ki, bu insanla bitirəsən, bu sir açılacaq və bu sənin üçün azadlıq olacaq. Xəbərdarlıq budur. Yəni, aldım, qəbul elədim, yaz ətrafı baxım üçünsə profildəki nömrə ilə əlaqə saxla.